Mədəni irsimiz rubrikasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Muğam Azərbaycanlıların klassik musiqi və poetika incəsənət növüdür. 19-cu əsrə qədər muğam sənəti feodalların saraylarında, daha sonra isə ədəbi və musiqi məclislərində inkişaf edib. Hazırda Azərbaycan muğamına 7 əsas muğam: Rast, Şur, Segah, Çahargah, Bayatı Şiraz, Şüştər, Humayun, Kürdovşarı, Zərbi muğamlar, Heyratı, Arazbarı, Səma-i Şəms, Mənsuriyə, Mani, Ofşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə və Rast muğamları, Mahur Hindi, Orta Mahur, Bayatı Qacar, Dügah daxildir. Azərbaycanda muğam əsasən tar, kamança və qaval ifaçılarından ibarət muğam üçlüyü müşayiətində ifa edilir. Təsnif muğamdan əvvəl və ya sonda ifa olunur. Təsniflərin mətnlərini əsasən qəzəllər təşkil edir. Bəzi hallarda heca vəzinli şeirlərdən bayatı, gəraylı qoşma və sairdən istifadə olunur. Təsniflərin məzmununda sevgi lirikası, ictimai motivlər, Azərbaycan təbiətinin təsvirinə rast gəlinir.